Salam, hər vaxtınız xeyir. Növbəti qan damar sisteminə aid video ilə davam edirik. Növbəti izahımız ürək sikli ilə əlaqədardır. Birinci onu uşaqlar başa salım. Ürək sikli nəyə deyilir? Baxın, şəkildən göründüyü kimi bu siklik olaraq baş verən bir prosesdir. Baxın, görürsünüz, proses siklik olaraq baş verir. Yəni ardıcıl bir-birini davam edərək baş verir. Sikl nə deməkdir? Sikl, yəni tam bir dövrə, yəni sikl olaraq davam edən bir prosesdir. Yəni bu proses hər hansı bir vaxtdan eyni ilə təkrarlanır. Və biz ürək siklini necə adlandıra bilərik? Ürəyin bir dəfə döyünməsinə sərf olunan vaxt. Yəni bizim kitabımızda olan məlumatlara görə və insan ürəyinin iş prinsipinə əsasən insanın ürəyi hər dəfə bir dəfə döyünməsinə, insanın ürəyinin bir dəfə döyünməsinə cəmi 0,8 saniyə vaxt sərf olunur. Yəni insanın ürəyi o deməkdir ki, neçə saniyədən bir döyünür? İnsanın ürəyi cəmi 0,8 saniyədən bir döyünmüş olurdu. Bu adlanır ürəyin sikli. Yəni ürək hər 0,8 saniyədən bir döyünür. Bu o deməkdir. Yəni uşaqlar keçirik görək bir ürək sikli neçə ardıcıl fazadan ibarətdir. İnsanın bir ürək sikli cəmi 3 fazadan ibarətdir. Birinci faza qulaqcıqların yığılması, onda belə ayırırıq. Deməli biz deyirik ki, 0,8 saniyəlik ürək sikli 3 fazadan ibarətdir. Birinci faza, ikinci faza və üçüncü faza. Birinci faza, baxın şəkildən göstərirəm. Birinci faza uşaqlar qulaqcıqların yığılmasıdır. Baxın, qulaqcıqların yığılması və yaxud da ikinci adı qulaqcıqların sistolası. Qulaqcıqların sistolası zamanı nə baş verir? Əvvəlki videomda qeyd etdim ki, sistola, yəni qulaqcıqların yığılması zamanı mən dedim ki, qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar yerləşirdi. Qulaqcıqlar sistolası, yəni qulaqcıqlar yığılan zaman qulaqcıqlarda olan qan mədəciklərə qovulur. Bu zaman taylı qapaqlar açıq, deməli baxırıq. Deməli qulaqcıqların sistolası zamanı nə baş verir? Qulaqcıqların sistolası zamanı taylı qapaqlar açıq, aypara qapaqlar bağlı olur. Deməli taylı qapaqlar açıq, aypara qapaqlar bağlıdır. Bu qulaqcıqların sistolasıdır. Qulaqcıqların sistolası, yəni yığılması 0,1 saniyə davam edir. İndi bura yazıram. Deməli birinci fazamız nə oldu bizim? Birinci fazamız oldu qulaqcıqların sistolası. Qulaqcıqların sistolası davam elədi 0,8 saniyəlik siklin 0,1 saniyəsi. Baxın, bunu əgər mən sizə kəsr xətti ilə göstərsəm, onda necə ifadə edəyəsiyəm? 0,8 saniyənin 0,1 saniyəsi. O da nə qədər edir uşaqlar? 8-də 1. Yəni, bizə verilən x qədər vaxtın cəmi 8-də 1 hissəsi qulaqcıqların sistolasına. Onda qulaqcıqların diastolası, yəni qulaqcıqların boşalması 0,8-dən 0,1 çıxıram. 0,8-dən 0,1 çıxdıqda cəmi 0,7 saniyə isə nəyə sərf olunur? Qulaqcıqların boşalmasına. Yəni, ümumi siklin 8-də 7 hissəsinə, bizə verilən vaxtın 8-də 7 hissəsi isə qulaqcıqların boşalmasına sərf olunur. Deməli, qulaqcıqlar yığılan zaman, yəni birinci sikldə nə baş verdi? Taylı qapaqlar açıq, aypara qapaqlar isə bağlı. Yəni, bu bizim birinci siklimizlə əlaqəlidir. Keçirik ikinci siklə, yəni ikinci siklin, ürək siklinin ikinci fazasına. Bu birinci faza oldu. Keçirik ikinci faza. Baxın, ikinci faza nədir? İkinci faza mədəciklərin yığılmasıdır. Deməli, ikinci faza mədəciklərin sistolası.
Mədəciklərin sistolası. Mədəciklərin sistolası zamanı, baxın, mədəciklər yığılır. Baxın, burada göstərilən mədəciklər yığılır. Mədəciklərin yığılması baş verir 0,3 saniyə. Uşaqlar, yadımıza salırıq. Mədəcikdən çıxan damarlar arasında, mədəcikdən çıxan damarlar, gözü damarları göstərir. Mədəciklərlə mədəcikdən çıxan damarlar arasında aypara qapaqlar yerləşirdi. İndi görək nə baş verir. İkinci tsikli burada yazırıq uşaqlar. İkinci tsikl, deməli, 0,8 saniyəlik tsiklində nə baş verir? Mədəciklərin sistolası. Mədəciklərin sistolası davam edir 0,3 saniyə. Mədəciklərin sistolası, yəni mədəciklərin nə? Yığılması. İndi mədəciklərin yığılması, indi kəsr xətti ilə yazıram. 0,8 saniyənin 0,3 saniyəsi ərzində. Yəni 8-də 3. Yəni bizə verilən x qədər vaxtın 8-də 3 hissəsi qədər mədəciklər yığılır. Mədəciklərin diastolası nə qədər davam edir? Mədəciklərin diastolası isə deməli 0,8 saniyədən mən çıxıram 0,3-ü, neçə eləyir? 0,5 saniyə. Deməli mədəciklərin diastolası nə qədər davam elədi? 0,5 saniyə davam elədi. Onda ümumi bizə verilən vaxtın 8-də 5 hissəsini, buna aid məsələ deyəsiyəm birazdan. Deməli bu zaman nə baş verdi? Bu zaman aypara qapaqlar açıq, taylı qapaqlar isə bağlıdır. Və görək üçüncü siklimiz nədir? Üçüncü siklimiz yəqin ki başa düşdük. Altında da hərəsinə aid məsələ nümunəsi verəsiyəm ki tam başa düşəsiniz. Üçüncü siklimiz, üçüncü fazamız ümumi diastoladır. Ümumi diastola yəni ürəyin ümumi boşalması. Belə deyək, bu zaman nə baş verir? Bu 0,4 saniyə davam edir və ümumi diastola zamanı həm taylı qapaqlar, həm də aypara qapaqlar bağlıdır. Deməli, üçüncü siklimiz nədir? Üçüncü siklimiz ümumi boşalma. Ümumi boşalma nə qədər davam elədi? 0,4 saniyə davam elədi. Yəni 0,8-in 0,4-ü ixtisar aparırıq. Bunlar getdi. 8-dən 4 getdikdə 2-də 1 x. Yəni bizə verilən x qədər vaxtın yarısı ümumi boşalmaya sərf olunur. İndi buna aid uşaqlar, bax burada qapaqlar necə olur? Taylı qapaqlar bağlı, aypara qapaqlar bağlı. Yəni bu sikl zamanı hər iki qapaqlar bağlıdır. İndi keçirik, bizə məsələ verilir. Məsələn, məsələ belədir. Məsələdə verilir. 36 yaşı olan bir insanın birinci fazasına, ikinci fazasına və üçüncü fazasına sərf olunan vaxt, üçüncü fazaya sərf olunan vaxt nə qədərdir? İndi izah edirəm. Deməli, uşaqlar, baxın, burada demişəm, birinci sikli tapıram, yəni birinci fazaya tapıram, birinci fazamız. Birinci fazamız nə demişdik? Ümumi siklin neçə hissəsini təşkil edirdi? 8-də 1. Bizə əsas bu lazımdır, yəni 8-də 1. Bax, bunu başqa rəhdədə dairə alıram. Bizə əsas bu lazımdır. Birinci fazamız 8-də 1, ikinci fazamız 8-də 3x, üçüncü fazamız 2-də 1x. İndi birinci fazamıza nə yazıram? Yazmışam 8-dən 1 x. Yəni, bayaq dedim, ümumi vaxtın 8-də 1 hissəsi. Əgər bizə 8-də 1, x-imiz nə qədərdir? 36. Yəni, 8-də 1, gəlin bunu 34 eləyək ki, məsələlərdə düzgün cavab alınsın. 8-də 1-i vururam 32-yə, ixtisar aparırıq 4 il. Deməli, bizim ürəyimizin
belə deyək, ürək siklinin birinci fazasına 32 yaşı olan bir insanda cəmi 4 ilə qədər baş verib bu faza. İkinci fazamı yazıram. İkinci fazam verilən vaxtın, baxıram, verilən vaxtın 8-də 3 hissəsini təşkil eləyir. Yəni 8-də 3 x. Buradan x-imiz neçədir? 32. Yazıram 8-də 3 vurulsun 32. Neçə edir uşaqlar? İxtisar gedir, qalır burada 4 bərabərdir 12. Bəs 3-cü fazamız nə qədər davam eləyəsə? 3-cü fazamız ümumi siklin yarısı. Yəni 32 vurulmuş 2-dən 1, o da bərabərdir 16 il. Baxın, nə qədər insanın ürəyi döyünsə də, işləsə də biz elə bilirik ki, insan ürəyi daim döyünür. Xeyr, bizim ümumi ömrümüzün yarı hissəsi qədər ürəyimiz nağarır, istirahət edir. İndi baxın, burada başqa bir üsulla da işləyə bilərik. Yenə 32 yaş olan bir insandan söhbət gedir, yəni ikinci üsulumuz da budur. Mən nə demişdim? Demişdim ki, 0,8 saniyənin 0,1 saniyəsi qulaqcıqların sistolasına sərf olunur. Bəs 32-nin neçə ilinə bu vaxt sərf olunasıdır? Burada ixtisar gedir, bunlar getdi. Burada qaldı 4. X də bərabərdir 4 il. Bu qulaqcıqların sistolası oldu. Bu birinci. İndi ikincini yazıram. İkincimiz nədir? İkincimiz mədəciklərin sistolasıdır. Əgər 0,8 saniyənin 0,3 saniyəsi mədəciklərin sistolasıdırsa, bəs 32-nin neçəsi olar? 32-nin x bərabər olacaq, ixtisar gedəsidir burada. 4, 12. Bir də üçüncü. Üçüncü fazamız nə qədərdir? Üçüncü fazamız 0,8 saniyənin əgər 0,4 saniyəsi ümumi diastoladırsa, bəs 32-nin nə qədər, 32 ilimizin nə qədər olasıdır? Yenə də ixtisar gedir. X bərabər olur 16 il. Yəni, ikinci bir işləmə üsulumuz da budur. Əgər sualımız olarsa, yenə suallarımızı ünvanlaya bilərik. Hələlik.